HTML-i sıfırdan öyrənmək istəyirsənsə və haradan başlayacağını bilmirsənsə, bu göstərəcəyimiz kanalımızda yayımlayacağımız videolar tam sənlikdir. HTML-in ən vacib əsaslarını real nümunələrlə öyrənəcəyik. Gəlin indi ilk dərsimizə keçək. İlk dərsimizdə mən sizə HTML, CSS, Bootstrap, JavaScript və jQuery haqqında ümumi bir məlumat verəcəm və növbəti dərslərdən etibarən artıq biz praktik şəkildə kodları yazmağa keçəcəyik. Başlayaq HTML-dən. HTML-in nə olduğunu başa düşək. HTML nədir? Və HTML-i keçmədən öncə ümumi bir məlumat verim ki, bir veb-sayt 5 əsas hissədən ibarət olur. HTML-dən, CSS-dən, Bootstrap-dan, JavaScript-dən və jQuery-dən. HTML bizim saytımızın skeletidir. CSS bizim saytımıza dizayn verir. Bootstrap hazır dizayn sistemidir. JavaScript bizim hazırladığımız butonlar, hazır hərəkət və məntiqə əsaslanır. jQuery isə JavaScript-in yazdığımız kodları asanlaşdıran bir kitabxanadır. HTML saytın skeletidir. Yəni HTML olmasa mətn olmaz. Bizim orada şəkillərimiz olmaz, düymə olmaz, form olmaz. Biz bunları istifadə edə bilmərik. HTML fərz ki, bir evin divarlarıdır, otaqlarıdır. CSS olmasa necə olar? Məsələn, bizim saytımızda yazdığımız mətnlər fontsuz olar, səliqə olmaz. CSS həm saytımıza bizim rəng verir, ölçü verir, mövqeləri dəyişir, animasiyalar yaradır və s. Yəni saytımızın daha gözəl görünüşlü olmasını təmin edir. Bootstrap və onu da deyim ki, CSS-i biz belə düşünək ki, məsələn, evin rəngidir, evin dizaynıdır. Belə düşünək. Bootstrap isə hazır dizayn sistemidir. CSS və JavaScript kitabxanası əsaslanır. Hazır düymələrdir, burada hazır formalardır. Vaxt qazandırır bizə bunu istifadə etmək. Yəni sıfırdan CSS yazmırsan. Məsələn, Bootstrap hazır bir evdir və içində hazır mebellər gəlib, belə düşünün. JavaScript isə saytı canlandırır. Düymədə klik olub olmadığını bizə göstərir, məlumatları yoxlayır, səhifəni dəyişir və ya necə deyərlər, JavaScript bir evin elektrik sistemidir. Elektrik sistemi kimi düşünün. jQuery isə JavaScript-i daha asan yazmamızı bizə kömək eləyir. jQuery özü nədir? JavaScript kitabxanasıdır və jQuery-nin məntiqi az kodda çox iş görməkdir. Biz nə üçün istifadə olunur? jQuery bizim işimizi sürətləndirir və əvvəlki dövrlərdə JavaScript çox çətin idi. Onun üçün də jQuery istifadə olunurdu. Və hələ də bir çox layihələrdə jQuery-lər istifadə olunur. Yəni indi bunları götürdükdə düşündüyümüzdə qısaltması. HTML bir saytın skeletidir. CSS ona görünüş verir. Bootstrap hazır dizayn təqdim edir. Saytı canlandıran JavaScript-dir. jQuery ilə JavaScript-i yazmaq daha rahatdır. jQuery orada istifadə olunur. Yəni düyməni yaradan HTML, onun rəngini, ona forma verən dəyişən CSS, hazır stilləri istifadə etdiyimiz Bootstrap, kliklərdə bastığımızda butonların işləməsi üçün JavaScript və həmin bu kodları qısaldan jQuery-dir. Biz artıq növbəti videolarda da HTML-dən çox istifadə olunan təqləri tam praktik şəkildə görməyə başlayacağıq. Əgər sən bu videodan nə isə öyrəndinsə, like at. YouTube-da bu dərslər başqalarının da qarşısına çıxsın. Və bizim kanalımıza abunə olmağı unutma. Çünki bu seriya ilə biz sıfırdan real sayt yığmağa başlayacağıq. Və sən əgər dərsi həqiqətən başa düşdünsə, şərhlərdə HTML başa düşüldü yaz. Növbəti dərslərdə görüşmək ümidi ilə hələlik.